balası ölmüyor. Yaxşı olub, torpağımızı özümüzə qaytarıblar, elə mi? Nəyə görə şəhid anası, şəhid atası qiymətləndirmir? Bizim burada dünən bir şəhidimizin anası Qunça anam canın tapşırdı. Burada bir dənə nə bələdiyyə oldu, nə icra nümayəndəsi, daha qardaşınkın deyirəm ha, nə bağça müəlliməsi, nə məktəb direktoru, Allahın 5 manatlıq gülü ilə bir əkli bağlayıb, burada durmadılar, bir məktəbli olmadı. Bəhruz, dedim bir dənə Azərbaycan bayrağı gətirin qaldıraq, burada bir Azərbaycan bayrağı tapılmadı. O bayraqdan biri 5 manatdır, ikisi mənim evimdədir, ikisi ananın evimdədir, şəxsən bizdə Əhmədallar kəndindəyim. Bizim icra nümayəndəmiz, kəndinkini deyirəm. Veteranlarımız, məktəblərimiz, bağçamız hərəsi 2 bayraq qaldırır. Mənim balamın məclisində bəlkə 20 bayraq qalmışdı ayın 13-də. Niyə burada bir dənə bayraq çıxmadı? Hani buranın bələdiyyəsi, hani buranın icra nümayəndəsi, hani İlham oxudu məktəbin direktoru, müəllimi, 2 uşaq gətirib bir əklillə qabaqda yerimədi. Nə yaxşı şəhid analar var idi. Tələm-tələsik biz bir əklik bağlatdıq. Nə olardı? 50 manat pulu çıxardı. Heç bunu Allah götürmür, bağışlamırıq, qəbul eləmirik. 3 gündür bizim bağrımız çatlayır. Ona görə ki, bir dənə qabağa düşüb, burada bir dənə çıxış eləyən nümayəndə olmadı. Mən istədim çıxış eləyəm, nə qədər ağlamışdımsa, nə qədər çırpındımsa, istədim o məza orada oturub namaz qılından sonra çıxış eləyəm. Özümü dayana bilmədim, bildim ki, eləyə bilməyəcəm. Belə oğlanlar yanımda olsaydı, desəydi ana qorxma buradayıq. Ona görə ki, heç bağışlamırıq, ayaq saqqallar. Deməli biz öldük, bizim balalarımız, mənim oğlum yoxdur. Yoldaşım da balamdan sonra rəhbərtdə öldü. Mənim evimdə bir dul qız var. Məni necə götürəcək o qız? O qız götürəcək. 100 kişinə vəz edir, bağışlayın məni. Amma onun yanında nə olar? Ona dəstək olmaq lazımdır. Böyük xaliqin yanında bir dənə buradan bələdiyyə çıxsın, gəlsin mənim qabağıma. İcra nümayəndəsi gəlsin bura. Hanı? Niyə bağlatmadınız vəkilləri? Niyə uğursuz gedir bizim ölümümüz? Niyə bayraqsız gedir bizim ölümümüz? Nəyə görə? Niyə alıblar bu torpağı? Qunçaya ki, torpaq verifsiz deyil, bana verifsiz deyil, bu birisinə verifsiz deyil. Hansı anıya, atıya 2 sot torpaq verilibdir? Torpağı oğlunuz alıbdır, alın bu torpaqla siz yeyin. Hanı? Heç də verilməyib bizə. Ayıbdır, xahiş eləyirəm. Bütün hər yanda, nə Qaydışda, nə Kərimbəlidə, Azərbaycanın hər rayonunda, Füzuli rayonunda, hər kəndində şəhid var. Bu hərəkəti axırıncı səfər olsun. Bir də mən, bir dənə keçən anamız xeyli olubdur. Biz analar əklil bağladı, onu götürmüşük məzara. Bir də indi Qunça bacı burada, hər yanda var. And olsun Allahın adına, balamın torpağına. Bir də bir atanın, ananın məclisində heyli olsa, mənim ki burada bir adı otlu yaşam özümü. Ona görə ki, bağışlaya bilmirəm, 3 şəhid vermişəm. Oğlum, Kürəkənim qardaşım, nə edirəm o torpağı? Mənim ocağım sönüb, çırağım keçirib. Balalarım yetim qalıb, atasız qalıb, qardaşsız qalıb, heç kəs yoxdur mənim balalarım. Belə götürəsiniz məni, belə götürəsiniz şəhid anasını atasın. Xaliqin niyə tək qoydu burada cəmaət? Nə olardı? Adama 50 manat pulu çıxardı. Hani o nümayəndələr çıxsınlar mənim qabağıma cavab versinlər. Mən bağışlamıram və barışmıram. Allah'ım vara, nə deyirsiniz vadiyyəni özümə deyin ha. Bax özümə deyin.